Salam CBC FM-in dinləyiciləri, efirdə Vətən uğrunda verilişidir. Studiyada sizinlə Azərbaycan Milli Elmlər Akademiyası, Mərkəzi Elmi Kitabxanasının Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri, Vətən müharibəsinin şəhidi Polkovnik Babək Səmirlinin bacısı Röqsanə Səfərzadədir. Verilişimizin bugünkü qonaqları Azərbaycanın Silahlı Qüvvələrinin əskəri, 1-ci Qarabağ müharibəsinin şəhidi Zaur Hüseynovun anası Sədaqət xanım Hüseynova və 1-ci Qarabağ müharibəsinin qazisi Mübariz Azad Əlizadədir. Xoş gəlmisiniz. Çox təşəkkür ederim. Çox sağ olun. Hüseynov Zaur Novruzoğlu 1975-ci il iyunun 28-i Sumqayıt şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra universitetə daxil olmuşdur. 1994-cü il yanvarın 1-də hərbi xidmətə yollanır. 3 ay Pereküşkül qəsəbəsində xidmət keçirdikdən sonra 15 martda Murov dağda xidmətə başlayır. May ayının 12-sində qəhrəmanlıqla şəhadətə ucalmışdır. Bayraqları bayraq edən üstündəki qandır. Torpaq uğrunda ölən varsa vətəndir. Yurduna bağlı vətənpərvər Zauru tanımaq istəyərdik. İstərdik Sədaqət xanım, Zaurun necə deyim, uşaqlığından necə bir evlad idi, onun dərsdən başqa daha nələri sevirdi, bu haqda bizə danışasınız. Buyurun. Rəqsanə xanım, öncə buranın rəhbərliyinə, bütün işçilərinə, bütün heyətə, sizə çox təşəkkürümü bildirirəm ki, bizi dəvət eləmisiniz. Biz sizə təşəkkür edirik. Buyurun. Allah köməyiniz olsun, çox sağ olun. Vallahi bilmirəm hardan başlayım, hardan qutarım. Zaur demək olar ki, ən sevimli uşaqlardan biri olub. Körpəlikdən karateyə çox meylli idi, dərslərini də yaxşı oxuyurdu. O 8-ci sinifdən demək olar ki, mənə çox kömək, kasıb ailədə böyümüşdü. Fəhlə ailəsində böyümüşdü. Deyirdi ki, gedim işləyim, sənə kömək eləyim. Mən ona icazə vermirdim o elə şeylərə ki, sən oxumalısan. Ancaq məktəbə qəbul olandan sonra o vaxtı da fevral ayının 28-də çıxdı jurnalda adlar. Ancaq bunu yanvarın 3-ü səhər tezdən gəlib evdən aparmışlar xəbərsiz. Öyrəndim ki, Murov dağdadılar. Öyrəndim. Amma məndən nigaran olmadı. Özü də karateni sevərdi, karateye gedirdi, rəqsə gedirdi. Çox zadı. Həmişə deyirdim, özünü gözlə. Deyirdi ki, narahat olma anam, mən bir təpiyimlə 7 erməniyə cavab verərəm. Görürsünüz? Bəli. Çox güclü olan idi, çox güclü. Bizə Allah haqqı, mən ondan hər danışanda, mən işdən gələndə üzr istəyirəm, qızım yoxdur ki, o evladım oğlandı. Gəlirdim, görürdüm ki, ev işlərində mənə köməklik eləyib, nə qədər. Hər işimdə. Rəqsə gedirdi, karateye gedirdi, dərslərini hazır idi, müəllim yanına gedirdi. Bunların hamısını o eləyirdi. Hamısının öhdəsindən gəlirdi. Nəysə, onun qoçaqlığını deyirəm, yəni cəhdini. Murova getdim ki, bankomata mənə icazə verin. O vaxtı belə idi ki, gərək icazə kağızı alınıydı, peçatdı. Bizi buraxmırdılar onda. Bir dəfə getdik, bizi yoldan qaytardılar. 2-ci dəfə getdim. Nəysə, axır vaxtı çox yuxular görürdüm. Pis yuxular gördüm, dəhşət yuxular. Yata bilmirdim, əsəbləşirdim. Axırıncı yuxum məni lap, demək olar ki, o yuxu məni lap həddindən artıq dəhşətə saldı. Qonşumla danışdım ki, mənə kömək elə, Zarun yanına getmək istəyirəm, biraz pişmiş, hazırıyaq. Dedim, orada əskərlər çoxdur, elə eləyək ki, bir 100 dənə hərəsindən pişirək əskərlərə. Buna isti paltarlar aldım, sapaşki aldım, isti sapaşki zat. 4 dənə sumka hazırladım, apardım. Getdik. Çox üzr istəyirəm. Onda həyat yoldaşım dururdu.
Yoldaşımla ikimiz arayış aldıq. Bankomatdan getdik. Mayın 12-si ilk ateşkəs günü bu olub. 13'ü biz 12'si minmişik, 13'ü orada olmuşuq. Orada olduq. Gəncədən keçdik. Bizi bir avtobus haraydı, ora qədər apardı. Biz 10 kilometr yolu piyada getməliydik. Oradan o yana ancaq buraxılmadı. Sonra orada çox ailələr var idi. 11 nəfər ailə var idi. Hamısı evladlarını axtarırdı. İkisi də biz idik yoldaşımla. Nəysə çörək maşını gəldi. Bizi çörək maşınının kabinasında 3 nəfər qadın bir-birimizin qucağımızda oturduq. Ora getmək üçün. Kişilər piyada gəldi. Bəli. Mən oraya çatanda o qadınlar elə bil ki, qabaqda düşdülər, onları düşürtdü şofer. Məni yuxarı qaldırdı, dağın başına tərəf. Dedi, Zaur Burça stadı buradadır. Nəysə, çatdım oraya, gördüm əskərlərə. İstəyirəm ki, Zauru da gətirim, sonra sumkalarımı boşaldım oraya şeyliyim. Dedilər, kim istəyirsən. Zarun da şəklini qoymuşam sumkada, üstdəki göstərim. İlk dəfə o şoferə, çörək daşıyan şoferə göstərdim. Gördüm, belə şəkli belə tutdu da əlinə. Belə durdu bir xeyli. Dedim, niyə elədin? Gördüm, gözlərindən yaş gəldi bunun. Dedim, oğlum, niyə eləyirsən? Dedi, xala, bilsən niyə ağlayıram? Mənim anam yoxdur. Əgər mənim anam da dursa, səni kim gəlib məni axtarardı. Bax, niyaran olma. Buradan güllə dəyib bu maşının burasından belə deşik var idi. Dedi, bu deşik, başım belə olsa, deyir, xala, məni dəyə bilərdi. Bu, sən demə, məni oyundururmuş ki, bəs ol bilirmiş. Bəs dedim, Zaru tanıyırsan? Dedi, hə, tanıyıram. Burada çastadı. O bizi qoydu, məni qoydu, o iki qadın düşmüşdü. Getdi, yuxarı bir də gördüm, bilmədim, paqonun nə idi, polkovnik idi, nə idi, gəldi. Dedi, Hüseynov Zarun anası sizsiz? Dedim, bəli. Birbaşa mənə o sözü dedi. Allah heç kimə göstərməsin. Elə bizə mən bu kəlməni dedim, mənim oğlum Zaur nə tər qışqırdımsa o meşəliklərdən, dağlardan Zaurun bizə axırıncı sözü yadımdadır ki, onu eşitdim. Yıxılmışam. Bəli, Sədaqət xanım, səbirli olun, xahiş edirəm. Su için Sədaqət. Su için. Valla Zaur kimi qəhrəmanların hesabını bugün bizim torpaqlar azaddır. Zaur kimilər, Zaur olmasaydı indi biz zəfəri qazanmayacaqdıq. Biz fəxr edirik. Biz fəxr edirik. Bəli, mən oğlumla fəxr edirəm. Fəxr edirik, biz də fəxr edirik. Valla şəhadətə ucaldı. Mən sizi başa düşürəm. Anasız çox çətindir, çox ağırdır. Amma həqiqətən qürur duyulası bir evladdır. Qürurluyuq, biz qürur duyuruq. Valla siz də qürur duyun. Bəli, Bəli. mən oğlumla qürur duyuram. Bəli, bəli. Ancaq ki, oradan mənə səhv biraz məlumat verdi. Təzədən o yoldaş mənə deməyinə görə sonra aylanda gördüm ki, hospitaldayam. Bəli. Yıxılmışdım, dizlərimdən yara olmuşdu. Dedim, bəs hardadır? Dedi, Gəncənin 3 nömrəli xəstəxanadadır. Gedin orada tapın. Bu gecə bunu aparacaqlar Bakıya. Mən özüm də çox şeylədim ki, görüm. Ancaq görə bilmədim. Nətəri bizi həmin çörək maşınına qoydular, apardılar Gəncədə. Düşdük oradan. Sonrasını gördüm ki, orada geriyə bilmirdim. Qıçalarım yaralanmışdı. 2 nəfər paqonunu gəldi. Gördüm, samasvat maşını istəyirlər, çəri verələr. Həyətə, xəstəxananın həyətinə. Gördüm o arxadan 2 nəfər
uşağın ayağı o samasfalt maşının içindən görürəm, əskər paltarında uzanıqlıdılar. Bilmirəm mənim oğlum imiş, sən demə. Allah ruhunu şad eləsin. Allah sizə səbir versin. Çox sağ olun qadınım. Biz Onu bəli. atası onu göndərmişdi, içəri keçmişdi də. Oradan gördüm ki, Bəli. kamazın üstünə çıxartdılar, bu baxdı. Gördüm bu baxdı da əyildi. Bir xeyli əlləri maşından belə tutarlı qaldı. Şeyləyə bilmədi. Sonra düşdü, gördüm arxaya keçdi. Bilmədim ki, indi mən dedim yox, yəqin başqasıdır. Ola bilməz. Nəysə beləliklə bizi aldatdılar ki, gedin çatın Bakıya aparırlar. Ancaq məni gətirib evə çatıranda gəldim həyətdə. Gördüm bütün qonşularım həyətdə hamı yığılıb, bəlkə 200 nəfər adam var. Heç xəbərim də yox kimdir, kimin arif. Çox sağ olun Sədaqət xanım. Çox sağ olun. Çox sağ olun. Bağışlayın. Yox, nə Təsirləndirdim. danışırsınız? Yox, qətiyyən narahat olmayın. Bu təbii bir haldır. Fəxr edirik, ruhu şad olsun. Bəli, Sağ olun. Allah Hə. bütün cəmiyyətlərimizə Çox rəhmət sağ olun. eləsin. Çox sağ olun. Biz Vallahi heç cürə şey eləyə bilmirəm. Təskinlik tapa bilmirəm. qəhrəmandır Zaur. Çox sağ olun. Qəhrəmandır. Biz qəhrəmanlarımızla fəxr edirik, qürur duyuruq. Biz hörmətli qazimizi tanıyaq. Azad Əlizadə Mübariz Savalanoğlu 1971-ci il martın 11-də Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini başa vuraraq Bakı Rabitə Kollecinə daxil olub. Kolleci bitirdikdən sonra keçmiş Sovet ordusunda xidmət etmişdir. 1992-ci ildə könüllü olaraq Milli Ordunun tərkibində Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Ağdərə rayonunun demək olar ki, əksər kəndlərində döyüş yolu keçib. 1993-cü ildə Bakıya elzam olunaraq rabitə sahəsindəki bilik və bacarığını artıraraq peşəkar rabitəçi kimi radiostansiya rəisi vəzifəsinə təyin olunmuşdur. Komandiri tərəfindən fəxri fərman və təşəkkürnamələrlə tərtib edilmişdir və 1995-ci ildə ordudan tərxis olunmuşdur. Dəyərli veteranımız bizim Qarabağ uğrunda gedən ilk döyüşlərin iştirakçısı olmusunuz. İstərdik sizin də bu tarixə bir nəzər salaq. Buyurun Mübariz müəllim, nə deyə bilərsiniz? Çox sağ olun Roxana xanım. İlk öncə mən də öz növbəmdə CBC kanalının rəhbərliyinə və şəxsən sizə dəvət üçün, məni dəvət etdiyiniz üçün öz təşəkkürümü bildirirəm. Dediyiniz kimi valla belə deyək də biraz pafoslu çıxmasın, biz vətəni səssiz sevmişik, içimizdən sevmişik deyənə. Mənə elə gəlir ki, hamısını siz söylədiniz. Yəni mən dediyiniz kimi orada vurulandığı kimi 91-ci ildə Sovet ordusundan tərxis olandan sonra o zaman gəlin razılaşaq ki, deməli biraz motivasiya yüksək idi. İnsanlar hamısı demək olar ki, vətənpərvər idi və o cümlədən məndə də o hisslər özünü qabarıq nümayiş etdirirdi. Və könüllü olaraq da oradan da mən yaxınlaşdım hərbi komissarlığa və başqa digər insanlar kimi mən də getdim o döyüşə. Demək olar ki, Dağlıq Qarabağın azadlığı uğrunda gedən o ağır döyüşlərin ən mərkəzində iştirak etmişəm. Ağdərə rayonu o zaman Mardaket rayonu sayılırdı. Kəndlərin adları da yadımda erməni dilində qalıb. Paqasamer, Artunagamer, Aterk, Zeylik, Kasapet. Təbii ki, indi o adlar dəyişdirilib. O kəndlərin azadlığı uğruna gedən döyüşlərdə iştirak etmişəm. Və o zaman mən Lənkəran batalyonun tərkibində döyüşürdüm. Sonra elə oldu ki, batalyondan dünyasını dəyişənlər və digər səbəblərdən bizim Lənkəran batalyonu öz fəaliyyətini dayandırdı və mənim danışdığım o vaxtlar Azərbaycan Milli Ordusunun formalaşdığı dövrə təsadüf edirdi. Yəni biz bizi başqa rabitə mən hərbiçi deyiləm deyənə üzrlü hesab edin, terminləri ola bilər ki, düzgün vurğulamıram. Briqadaya, bizi başqa en sayılı briqadaya göndərdilər və rabitə texnikumu bitirdiyimə görə məni
öz bilik və bacarığımı təkmilləşdirməkdən ötürü qısa müddətli ezamiyyətə göndərdilər rabitə takımına Bakıda. Və qayıdandan sonra mən vurğuladığınız kimi sırf peşəkar rabitəçi oldum. Radio stansiya rəisi kimi öz hərbi xidmətimi davam etdirirdim və mənim tabeliyimdə 3 əsgərim var idi. Təmiz sırf erməni dilində onlar bilirdilər və bizə verilən tapşırığa görə biz düşmən tezliyinə girərək, danışmayaraq, öz kimliyimizi gizlədərək onların bütün danışıqlarını qeydə alırdıq və biz aidiyyəti yerlərə o məlumatı çatdırırdıq. Yəni, mən və mənim o rabitəçilərimin verdiyi o koordinatlardan bizim milli ordu demək olar ki, təyinatı olan yerlərdə konkret döyüş nöqtələrinin tutulmasında bizim bilavasitə xidmətlərimiz olub. Belə valla artıq komandanlıq tərəfindən də vurğulanıb təkrar etmək istəmirəm. Yəni, onu özümə mən borc bilirəm. Fəxri fərman da almışam, təşəkkürnamə də almışam. 44 günlük vətən müharibəsində sizin kimi döyüşçülərin davamçıları düşmənə layiqincə cavab verdi. Bəli, biz zəfər çaldıq. Biz istərdik ki, siz onlara bir ürək sözlərinizi, tövsiyələrinizi eşitdirəsiniz. Buyurun. Əskərlərimiz hal-hazırda vətəni qoruyan igidlərimizə nə deyərdiniz? İlk öncə onu demək istəyirəm ki, vətən elə bir məfhumdur ki, onu təmənnasız sevmək lazımdır. Bəli. Çünki o qədər özündə böyük məna kəsb edir ki, onu bəzən insan 20 yaşında dərk edir, bəzən 40, bəzən 50. Yəni, zamana ehtiyacı var. Heç vaxt usanmasınlar. Çünki əziyyət çəksələr də fikirləşsinlər ki, gələcəkdə zaman öz sözünü deyəcək, dövlət tərəfindən yada salınacaq, təltif olunacaq və hər hansı bir digər formada vətən gənclərin bu əməyini qiymətsiz qoymayacaq. Çünki bu elə bir müqəddəs bir amaldır ki, ürəkdən təmənnasız sevsinlər. Çünki bu vətən bizimdir, bu bizim taleyimizdir, biz burada yaşayırıq. Biz Azərbaycan odlar diyarı kimi çox ölkələrə öz 44 günlük zəfəri ilə örnək oldu. Bəzən deyirlər, daha doğrusu hərbçilər onu daha yaxşı bilər. Bizim o sürətli əks hücumlar dünya tarixində o dərsliklərə salınır. Yəni, başqa hərbçilər üçün örnək olur. Bəli. Çox doğru dediniz, əlbəttə. Bu hərb tarixində deyim ki, olunmayan bir savaş oldu. Bəli, çox şükür Allaha. Biz deməli Sədaqət xanım, qürurla deyirik ki, Zaur kimi oğulların qanı yerdə qalmadı. Düşmənlərimizdən qisasımız alındı və biz fəxr edirik sizi kimi analarla. Sizə Allahdan can sağlığı arzu edirik ki, belə bir oğul böyüdüb yetişdirmisiniz və vətənə belə bir necə deyim, oğul qismət etdiniz. Sizin böyüklüyünüzlə, sizin tərbiyəniz altında yetişib bax bizim bu Zaur balamız. Fəxr edirik, qürur duyuruq. Sizə çox sağ olun deyirik. Minnətdarıq sizə. Mən sizə təşəkkür edirəm qadına. Sizə. Allah sizə can sağlığı versin. Çox sağ olun. Rəhbərliyinizə, bütün işçilərə çox sağ olun deyirəm. Sağ olun. Allah köməyiniz olsun. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Gəldiyiniz üçün sizlərə çox sağ olun deyirik. Mən də sizə öz təşəkkürümü bildirirəm. Sağ olun, minnətdaram sizə. Çox sağ olun. Verilişiniz də çox gözəldir. Bir əlavə etmək istəyirəm. Tam belə ürəyə yatımlı bir şəraitiniz var. Uğurlarınız bol olsun. Professional işçiləriniz var. Gözəl, mənzərə çox gözəldir. Allah razı olsun. Allah razı olsun. Sağ olun. Bu günlük bu qədər əziz dinləyicilər. Gələn görüşlərdə görüşərik. Sağ olun. Sağ olun.